Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mətləb Quliyev adına Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəb yüksək təhsil nailiyyətləri və nümunəvi pedaqoji yanaşması ilə seçilir. Məktəb şagirdlərin yalnız biliklərlə deyil, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da bölgənin qabaqcıl təhsil ocaqlarından biri kimi tanınır. Məktəbin direktoru Ülkər Çəndirilinin rəhbərliyi altında pedaqoji kollektiv sadəcə vəzifə borclarını icra etməklə kifayətlənmir. Onlar gələcəyin ziyalı vətəndaşlarını formalaşdırmaq üçün fədakarcasına çalışırlar. Şəhidlər qoymadı ensin bu bayraq, hər dalxası bir şəhidin ruhudur. Vətən iman yeri, vətən imancı, bu vətən savaşı xalqın ruhudur. Bizə zəfər yaşatdı, igid oğullarımız, hər birimiz anarıq, minnətdarıq hamımız. Müasir təlim metodlarının tətbiqi, fərdi yanaşmalar, sosial layihələrə cəlb və şəffaf idarəetmə məktəbdə dayanıqlı və uğurlu bir təhsil mühiti yaradır. Burada şagirdlər fənlər üzrə yüksək nəticələr göstərməklə yanaşı, milli mənəvi dəyərlərimizə bağlılıq, tarixi keçmişimizə hörmət və dövlətçilik ənənələrinə sadiqlik kimi əhəmiyyətli prinsiplərlə də yetişdirilir. Məktəbdə mütəmadi olaraq vətənpərvərlik mövzusunda tədbirlər, xatirə günləri, qəhrəmanların tanıdılması və bu istiqamətdə maarifləndirici proqramlar təşkil oldu. Bu isə təhsil ocağının yalnız biliyin deyil, həm də mənəviyyatın daşıyıcısı olduğunu göstərir. Ülkər Çəndirili və onun rəhbərlik etdiyi müəllimlər kollektivi gələcək nəsillərin yetişməsində üzərlərinə düşən məsuliyyəti dərin anlayışla qəbul edir və bu məsuliyyəti böyük şərəf və vicdanla daşıyırlar. Onların əməyinin nəticəsi olaraq məktəb məzunları Respublikanın nüfuzlu ali təhsil müəssisələrində qəbul olur, müxtəlif sahələrdə uğur qazanaraq məktəbin adını uca tuturlar. Bütün bu uğurlar göstərir ki, Mətləb Quliyev adına Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəbi təkcə bir təhsil müəssisəsi deyil, həm də cəmiyyətin gələcəyi naminə çalışan bir maarif ocağıdır. Elvin Qudrətov, Şəmsistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.